Bismillahirrahmanirrahim. Diğer rivayette sahih mənbələrdə gəlir. Allah Nəbisi sallallahu aleyhi ve sellem ashabıyla beraber oturmuştu. Ve birden bir genç yakınlaşır. Bu da sahabedir. Bir genç yakınlaşır. Ve deyir ki İ'zen li ya Resulallah biz zina. Mənə zina etmək üçün icazə ver. Ruxsat elə. Və təbii ki bu sözdən sahabelər çox qəzəblənir. Və az qalmışdı ayağa qalxıb onu döysünlər. Yəni bu insan nə qədər cəsarətli. Bu nə cürət gəlib Rasulullah sallallahu aleyhi ve sellemə cemaatin içərisində mənə zina eləməyə icazə ver, ruxsat ver. Qoy gelim bir dəfə zina elə. Bu deyilən sözdürmü? Yəni qalxırlar onu dövməyə. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem ona toxunmamağı işarət edərək onları əyləşdirir. Və sonra həmin gəncə bu sualları verir. Ətarza li ummik. Bu icazəni sənin anan ilə zina etməyə, məndən icazə almağa gəlsələr, razı olardın. Qalə lə. Xeyr. Və sonra bacın üçün, yox ya Resulallah. Xalan üçün, xala da ana yerinədir, yox ya Resulallah. Bəs bibin üçün, yox ya Resulallah. Eləcə də sənin izin almaq istədiyin o kəs ki, kimlə sən zina eləməyə ruxsat və icazə alırsan, kiminsə həyat yoldaşıdır, kiminsə qızıdır, kiminsə xalasıdır, kiminsə bibisidir. Yəni insanların namusudur. Buna görə zina, qardaşlar, Rahmanın ən nifrət etdiyi günahlardandır. Digər rivayətdə innallaha yəğar. Həqiqətən Allah-u Teala qısqanar. Onun da qısqancılığı onun hüdudlarını pozmaqdır. Həmin digər rivayətdəki hədisi də digər hədis şərh edir. Allah-u Teala'nın halal etmədiyi bir fərcə izinsiz daxil olmaqdır, yəni nikahsız. Bu Allah-u Teala'nı çox qısqandırar və çox qəzəbləndirir. Digər rivayətdə həqiqətən bu əməl qulu Rahmanın gözündən salar. Qulu Rahmanın gözündən salar. Vallahi aləm tətbiqini həyat təcrübəsində nədə gördüm? Hep zina edən qardaşlarınızın namazı necə tərk etməsini şahid oldum. Hansı qardaş namazı tərk etmişsə, vallahi qurdaladım, araşdırdım, etiraf elədi ki, zinaya düşüb. Hansı qardaşınız ki namazdan yəni məhrumdur və ağlayıb deyirdi ki, vallahi namazı qıla bilmirəm, 2 ildir namazı tərk eləmişəm. Vallahi mənim başıma gələn söhbətlərdir, diyaloglardır bunlar hamısı. 2 ildir namazı qıla bilmirəm. Şeyx dua elə ki, mən namaza qayıdım. Biri deyir 1 il, biri deyir ki 4 aydır, biri deyir 6 aydır ki namazı qıla bilmirəm. Yəni özü ağlayaraq deyir ki, mənə dua elə. Vallahi bunu şahidik. Kimdən soruşdum, hamısının başının üzərində bu çıxdı. Zinaya düşməsi. Rivayətə gəlir ki, Allah Teala çox qısqanır. Həqiqətən Allah Teala qısqancdır. İnnallah yəğar. Qeyrə sözü var. Bizdə qeyrət deyirlər, düzdürmü? Əslində ərəb sözdür. Qeyrə. İnnallah yəğar. Allah Teala çox qısqanar. Onun da qısqanclığı onun kəniz bəndəsinə halal edilmədən yaxınlaşmasıdır qulun. Yəni zina edilməsidir. Onun hüdudlarını pozmalısıdır. Digər rivayətdə də həqiqətən bir qul zina edərsə Rahmanın gözündən düşər. Yazın billah. Yazın billah. Yazın billah. Əl-xulasa qayda həmin rivayətə bir gənc gəlir, nə deyir? Ya Resulallah, mənə zina etməkdə rüxsət ver, izin ver. Və sahabelər onu döyməyə qalxanda onları ələşdirir və ona tərbiyə dərsi verir. Gözəl bir şəkildə, sakitcə. Çünki bu gəncdir, dəliqanlıdır, özündə də şəhvət ona qalib gəlmiş. Bilirsiniz ki, İbn-i Qeymin sözlərindən götürsə, şəhvət insana qalib gələndə ağıl işləmir. Şəhvət insana qalib gələndə ağıl işləmir. Həqiqətən elədir. Yəni insan elə bir rəzil hala düşə bilir ki, ağıllı insan, ağılı başında olan insan özünü o rəzalətə salmır. Artıq ağıl orada kömək eləmir, ağıl işləmir, yalnız şəhvət. Yəni önü görmürsən. Səndən bəsirət və müdriklük və önü görmək qabiliyyəti götürülür. Qəlbin artıq bəsirət əvəzinə kör və nə olur? Sanki paslanmış olur. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem ona lətafətli çox gözəl bir tövsiyə eləyir. Və o dedi ki, yox ya Resulullah, təbii ki, mən də razı olmaram. Yəni anam üçün, bacım üçün, xalam üçün, bibim üçün. Deyir ki, aleyhissalatü vesselam, eləysə həmin o kəs də kiminsə qızıdır, kiminsə xalasıdır, kiminsə bibisidir, kiminsə anasıdır, kiminsə həyat yoldaşıdır. Və sonra öz mübarək əlini, əli şərifini mənim köksümün üzərinə qoydu, yəni sinəmin üzərinə qoydu. Fəda'a bi da'avat və bu duaları etdi. Allahumma hassin farcah və tahhir qalbah və gfir zənbah. Allahumma hassin farcah. Allahumma onun cinsi orqanlarını fahiş günaha düşməkdən qoru. Allahumma hassin farcah. Və tahhir qalbah və onun qəlbini təmizlə. Niyə görə qəlb və təmizləmək kəlməsi? Çünki qəlb xəstələnəndən sonra bu hadisələr baş verir. Qəlbi o hala salmamış, sən o hala düşmürsən. Demək ki, qəlb xəstələnər. Qəlbin də xəstələnmə yolu qardaşlar, baxın buradan başlayır. Göz baxar, zina edər, qəlb xəstələnər, tələb edər. Bel qaynayar, üzr istəyirəm və məni də neyniyər, artıq məxrəcə yaxınlaşar. Həmin an ağıl işləmir, çox gecdir. Əksini gətirirəm. Göz qorunar, tərk eləyər. Əvəzində Allah-u Teala ona iman hədiyyə verər, ağıl da gəldiyində salamat qalar və zinaya ehtiyac olmaz. Bu qaydanı hardan götürür alimlər?
قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللّٰهَ خَب۪يرٌ بِمَا يَصْنَعُونَ. Mümin kişilere de ki gözlerini harama bakmaktan, namahreme bakmaktan yan etsinler, yere baksınlar, kadına bakmasın, namahremlere bakmasınlar. قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ. Bununla onlar öz cinsi organlarını korumuş olacaklar. Ayet kerimede ve cinsi organlarını korusunlar. Yani bununla korumuş olacaklar. ذَلِكَ اَزْكَى لَهُمْ. Bu onlar için daha pak, daha temizdir. Böylece Allah şüphesiz ki sizin neler türettiğinizden haberdardır. وَقُلْ لِلْمُؤْمِنَاتِ. Ve sonra uzun uzadı ayet gelir bilirsiniz. Nur suresinde. Ve mümin kadınlara dinen eyni qaydalar gelir ve uzun ahkamlar gelir. El-Hulasa sahabe deyir ki Allah Nebisi sallallahu aleyhi ve sellem mənə gözəl tövsiyə elədi. Sonra mübarək əli şərifini sinəmə qoyub bu duanı eləyib əlini qaldırandan sonra vallahi zina mənə ilgəndirildi ve hayatımda en nefret ettiğim bir şey çevrildi. Allahu Ekber. Burada şöyle faydalar var kardeşler. Faydalardan da biri Allah Nebisi sallallahu aleyhi ve sellem aynı zamanda bir terbiyeci ve bir ata obrazındadır burada. Şek yoktur. Çünkü her bir peygamber öz ümmetin atasıdır. Bu qaydadır kardeşler. Her bir peygamber öz ümmetin qaydasıdır. Bu qaydanı da alimler hardan çıkarttılar? El-Hicr suresinden. قال هؤلاء بناتي إن كنتم فاعلين لعمرك إنهم لفي سكرتهم يعمهون. Lut aleyhisselam birisi peygamber İbrahim aleyhisselamın qohumuydu. Onun qohumuydu ve ikisi de peygamber idi. Allah-u Teala hərəsini bir beldeye gönderir. Halil İbrahim'i bir beldeye, onun da əmisi olduğu ilənə göre, rivayetlere göre Lut aleyhisselam. Onlar qohumlar eyni zamanda yaşırlar. Birisi de onu eyni vaxt yaşırlar. Lut aleyhisselamı da Sedum qövmünə gönderir. Sedum qövmü doğrusu Allah bilir Yordaniya ərazisində ölü denizin içinde yerleşen ərazidir ki vaxtı ki oraya belde olup sonradan oraya ölü denize çevrilir ve o belde göğe kaldırılıp işkence ve azap olarak Allah'tan vebal ve ceza olarak gelmişti. Lut aleyhisselam birisi Sedum qövmünə gönderilib. Lut aleyhisselam yanına bədbəxtlər gələndə, bizim terimlə üzdən İraqlar gələndə ve onun yanındaki olan o gəncləri tələb eləyəndə, özləri də bilmirlər ki bu gənclər genç insan simasında olan əzab üçün gəlmiş mələklərdir. Özdə hansı mələklər? Cebrail, İsrafil, Mikail, ən əzəmətli mələklər. Allah-u Teala mələklərin yanında bir qövmə ne üçün əzab ettiğinin hüccətini qaldırmaq üçün, özünün haqq tali olmasını ispat etmək üçün həmin ən əzəmətli mələkləri şahid simasında onları genç, çok göçek yaraşılı genç bir insan simasına çevirmiş ve həmin beldeye, Sedum beldesine göndermişti. Həmin Sedum beldesine gələndə o gənclər, əvvəlcə İbrahim Aleyhisselam onları tanımır, yoldan keçən bir gənclər zənnedir. Hara gedirsiniz gənclər? Dedilər o kəndə, ora girməyin. Yox, illa ki biz oradan keçməliyik, biz oradan mütləq keçməliyik. O zaman mənimlə burada qalın axşama kimi mən sizi axşam öz evimdə qonaq edərəm, deyir Lut Aleyhisselatü Vesselam. Ama oraya gitmeyin. Özü de o kadar hayalı olur, peygamber de o kadar edebli olur ki oradaki olanları onlara demir. Niye göre oraya gitmeye olmaz? Hem de onun kamil ahlakındandır ki bir halkın, bir milletin eybini ifşa eylemir, açmır. Hem de ki onların eybini yad bir insanlara, tanımadığı bir insanlara yoldan geçenlere neyinir? Açıp danışmıyor ki orada bir şeyler var. Gitmeyin. Niye gitmeye? Gitmeyin gençler. Məsləhət değil. Burada böyle bir ahlak dersi var. Ve deyir ki akşam ben sizi qonaq edeceğim. Birbaşa evime geleceksiniz. El-Hulasa baş verenler baş verilir. Deyilene göre onun karısı hain, yani kafir. Gelir qəbilə başçısına, yani o Mulut'un başçısına gelir qəbilə başçısına deyir ki ey, ərimin bir sənəcə qonaqlar gəlib gecə, üç genç, yaraşıq, elə, belə. Həmin o qəbilənin başçısı da onlardandır, təsəvvür edin. Qəbilə başçısı məşvərət edir ki, bəs qənimət gəlib, bizim kəndə qonaq gəlib. Kimə gəlib? Düşmənimizə. Bizə yaxşılıqları tövsiyə edən, bizi bu əməldən çəkindirən, dəfələrlə hədələdiyimiz, ey Lut, əgər bu tövsiyələrindən əl çəkməsən, biz səni daşqalaq eləyəcəyik, sən həqiqətən təmiz adamsan, bizlik deyilsən, çıx aramızda sənin bizim aramızda nə işin var, onun yanına gəlib. Dedilər, neyini gedək, o gənclər necə tələb eləyək? Baxın qardaşlar, şəhvət gönlü cəmurlar şeydir ki, artıq ağıl işləmir. Deyir, qol-qola girək, əl-ələ tutaq və gedək onun qapısına bir ağızla o qonaqları tələb eləyək. Ey Lut, qonaqları bizə ver. Təsəlli Lut əleyhissalam birdən səs küyə qalxır. Qapını açır ki, وَجَاءَ أَهْلُ الْمَد۪ينَةِ مُبَشِّرُونَ. Şəhər əhli sevinə-sevinə, gülə-gülə gəldilər. Bir bişara üçün, bir xoş xəbər üçün ki, bəs biz bildik nə var nə yox. Ey Lut, qonaqları bizə ver. Qalim nə deyir? قَالَ اِنَّ هَا اُلَيْ بَنَاتِ هُنَّ أَطْحَرُ لَكُمْ. Deyir ki, kənd əhlinin qızları, mənim qızlarım deyir. Halbuki hiçbir onun kızları değildir. Kendi əhlinin qızları. Gelin sizi onlarla evlendirim. Onları size ərə verin. Bu sizin için daha temiz, daha paktır. Şahid ne gelir burada? Lut aleyhisselam Sedum qövmünün peygamber olduğuna göre Sedum qövmünün kızları sanki öz balalarıdır. Gelin sizi kızlarımla evlendirim. Bu ayetin tefsirinde öz kızları qəsd olunmur. Sedum qövmünün kızları. Buradan da alimler ne fayda çıkardır? Her bir peygamber öz ümmetinin atasıdır. Her bir peygamber öz ümmetinin atasıdır. Ve qayıdıq şahid həmin birinci hədisə. Allah Nebisi sallallahu aleyhi ve sellem mübarek el şerifini gəncin köksündən qaldıranda deyir ki genç vallahi o mənə, yani artısıyla mənə, yani ilgəndirildi ve hayatında en nifret ettiğim bir şeye çevrildi. Alimler deyir ki bakın
her bir ata burada Resulullah sallallahu aleyhi ve sellem ettiğini etmelidir. Ola bilsin ki onun evladı çaşa, aşa, aza, ağlı özünde olmaz. Narkomaniya qoşulabilir, misal üçün, iqramaniya, yaxud da ki pis yola. Hə, kəsim doğradım, evdən qovdum, nə bilim, bu iş deyil. Bu iş deyil. Birinci mərhələ ona kömək etmək, onu dinləmək və ona qarşı şəfqətli olmaq. Necə Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin o övlada, sanki onun atasıdır, o da ümmətdən bir övladıdır. Necə oldu? Dedi ki, çırpın bunu sahabelərə, yoxsa imkan verdi onu çırptılar. Əksinə onlara əyləşdirdi, toxunmayın dedin. Ba'uhu, kimsə toxunmasın. Və onu dinlədi, diqqətlə. Dinləyəndən sonra onun səhv yolda olması ona hüccət olaraq qaldırıb ispat elədi. O gənc dərk elədi ki, o səhv yoldadır. Əvvəlcə bunu şübhəni apardı. Və sonra şəhvəti də bir həkim kimi necə ondan apardı. O da ki, mənəvi yolla ona ruqya, şərif etməklə, dua etməklə. Və burada alimlərin gözəl bir sözü var ki, biz Allah xüsus elə bir zamanda yaşırıq ki, günahkarlara günah eləmək daha da asanlaşıb. Və günahlar çeşidlənib və çoxalıb. Artıq günah insanların cibindədir. Onların ovucunun içindədir. Və artıq günahkarlara günah eləmək daha asandır. Hətta bunu dərsdə danışan Şeyx Abdurrazzaq, Abdülmuhsin el-Bədir, hafizahullah, bizim şeyximiz qəhərlənir və ağlayır. Deyir ki, bizim o fasiklərə əksinə yazığımız gəlməlidir. Onsuz da onlar günah bataqlığında uçuruma gedirlər. Və əlaqsız zamanda günahlar çoxalıb və asanlaşıb və insanlar yaxınlaşıb. Biz onlara kömək eləməli, necə Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin o günahkar bəndəyə kömək edən kimi. Məhər həmin bəndə də onlardan biri deyilmi? Gəldi dedi ki, mənə icazə ver, qoy cinayət eləyim. Eyni misal deyilmi? O dövrün gənci, bu da bu dövrün gənci. Düzdürmü? Və Allah Nəbisi sallallahu aleyhi ve sellemin üslubunu götürmək və gənclərə tövsiyə etmək və onları bütün günahlardan çəkindirmək lazımdır. Hədə və sallallahu aleyhi ve sellem alə nəbiyyə Muhammed və alə alihi və sahbə ecmaîn.